Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi bol kalorili bir dadlı bir salat hazırlayacağam. Bunu necə hazırlayacağam? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə ərzaqlarımızı göstərirəm. Və keçirik ərzaqlarımızın doğranmasına. Toyuq filesini xırda-xırda doğrayıram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Həm asan, həm tez başa gələn bir salatdır. Yarım dəstə kişniş, yarım dəstə də şüydü də xırda-xırda doğrayıram və 100 qram qozu da doğrayıram. Ərzaqlarımız hamısı hazır oldu. Keçirik salatımızı yığmağa. İlk öncə qabımıza doğranmış fileni əlavə edirəm və üzərindən qarğıdalını əlavə edirəm. Qeyd edim ki, qarğıdalını özüm hazırlamışam. Narı da əlavə etdim, qozu da həmçini və doğradığım göyərtini əlavə edirəm. Üzərinə duz, istiyotunu da əlavə edirəm. Mayonezi də əlavə edib bunu yaxşı-yaxşı qarışdırıram. Dediyim kimi, asan və tez başa gələn, çox dadlı, kalorili salatımız hazır oldu. Salatımız artıq hazır oldu. Mənim bu formada biskvit qabım var. Mən bunun içərisində hazırlayacağam. Daha səliqəli görünsün deyə. Siz istədiyiniz formada, istədiyiniz qabda əlavə edə bilərsiniz. Mən salatımızı bu qaba əlavə etdim ki, daha gözəl görüntü alsın. Və bu formada qaşıqla düzəldirəm. Üzerini də bu formada hamarladım. Qabımızı bu formada asanlıqla çıxartdım və gördüyünüz kimi salatımız səliqəli, çox gözəl görünür. Siz bunu sadə bir qaba da qoyub yeyə bilərsiniz. Sadəcə mən bunu bu formada etdim ki, görüntüsü daha gözəl görünsün və üzərini həm nar, həm də qarğıdalı ilə bəzəyirəm.
Gördüyünüz kimi möhtəşəm görüntüsü, möhtəşəm dadı oldu. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun. Allah'a əmanət olun.